Bugün Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisaslaşdırma Mərkəzi ilə birlikdə çox maraqlı bir elmi praktiki seminara imza atdı. Musiqidə milli ənənələrin təcəssümü. Əlbəttə, qloballaşmış bir dövrdə, müasir bir zamanda belə bir mövzuya düşünürəm ki, doğrudan da bir mənəvi ehtiyac var. Çünki bizim musiqimizdə, ədəbiyyatımızda bütün bunlar hamısı ənənələr üzərində qurulur və bu ənənə dahi Üzeyir Hacıbəylidən başlamışdır. Nə yaxşı ki, bizim 2025-ci ildə keçirdiyimiz elmi praktiki seminarların əksəriyyəti məhz Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunan silsilə tədbirlərdəndir. Elə bugünkü tədbirimizdə də Gəncə Dövlət Universitetində keçirilən elmi praktiki seminarda da məhz bu fikir vurğulandı və seminarda iştirak edən tədqiqatçılarımız, alimlərimiz musiqi sənətində, Azərbaycan bəstəkar yaradıcılığında milli ənənələrin istifadə məsələlərindən və milli ənənələrin təcəssümündən söhbət açdılar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisaslaşdırma Mərkəzinin tədbiridir və bu praktik konferansın keçirilməsi əlbəttə bugünkü dövr üçün, bugünkü zaman üçün olduqca vacibdir. Ona görə də bu cür tədbirlərin mütəmadi olaraq, yəni fasiləsiz şəkildə aparılması, keçirilməsi vacib şərtlərdən biridir. Musiqimizdə milli ənənələrin təcəssüm etdirilməsi, milli ənənələrin qorunub saxlanması, milli ənənələrin inkişafı əlbəttə bugünkü dövr üçün vacib şərtdir.